Bu il Azərbaycanda sayca 5-ci sosial paket icra olundu və 3 milyon insanı əhatə etdi. Bu insanların əmək haqqı, pensiyası, təqaüd və müavinətləri artırıldı. Lakin pensiya hüququ olmayan insanlara verilən yaşa görə müavinətlərin məbləği dəyişmədi. Gələn il bu müavinətlər artırıla bilərmi? Millət vəkili Vüqar Bayramovun bununla bağlı təklifi var. Bu ilin sentyabr ayına olan məlumata görə yaşa görə müavinət alan insanların sayı 164.700 nəfərdən çox olub. Hazırda ölkəmizdə əmək pensiyası almaq hüququ olmayan, işləməyən pensiya yaşına çatan şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq 220 manat yaşa görə müavinət verilir. Bu məbləğ isə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumundan 232 manatdan aşağıdır. Millət vəkili Vüqar Bayramov həm bunu, həm də sosial təminat tədbirlərinin genişləndirilməsini nəzərə alaraq yaşa görə müavinətin artırılmasını təklif edir. Yaşa görə müavinətin artırılması təbii ki, ona görə vacibdir ki, bu müavinəti 65 yaşı tamam olan vətəndaşlarımız alır. Adətən onların digər gəlir imkanları olmur və eyni zamanda həmin vətəndaşlarımızın həmin yaşda daha çox sosial dəstəyə ehtiyacı olur. Bu kontekstdən təbii ki, yaşa görə müavinətin artırılması həm də təbii ki, həmin vətəndaşlarımızın sosial təminatı baxımından vacibdir. Eyni zamanda nəzərə alsaq ki, təbii ki, büdcə və mövcud fiskal imkanlarımız yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasına imkan yaradır. Müavinətlərin yaşayış minimumuna uyğunlaşması sosial bərabərliyin qorunması baxımından da vacibdir. Millət vəkili deyir ki, indiyədək digər müavinət və təqaüdlərin artımını nəzərə alsaq, yaşa görə müavinətin məbləğinə də yenidən baxılması mümkündür. Sosial paketin miqyasını nəzərə alsaq və müavinətlərdə, o cümlədən sosial müavinətlərdə artımın da reallaşdırdığını nəzərə aldıqda yaşa görə müavinətin artırılması məqsədə uyğundur. Buna bağlı təkliflərimizi təqdim etmişik və güman edirik ki, yaşa görə müavinətə baxılması, artırılması fiskal imkanlar baxımından mümkün ola bilər. O kontekstdən təbii ki, profil dövlət qurumları tərəfindən bu təkliflərin araşdırılması, bu istiqamətdə addımların atılmasını məqsədə uyğun hesab edirik. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, 2018-2025-ci illərdə aparılan sosial islahatlar çərçivəsində pensiya və müavinətlərin məbləğlərində ciddi artımlar edilib. O cümlədən minimum pensiya məbləği 3 dəfəyə yaxın artırılaraq 320 manata çatdırılıb. Bugün ölkəmizdə pensiyaçılar üçün yaşayış minimumu 232 manatdır və pensiyaçılara ödənilən pensiyanın minimum məbləği də onlar üçün yaşayış minimumunun 38% üstəliyir. Yaşa görə müavinətlər yaşa görə əmək pensiyasından fərqlidir. Pensiya yaşına çatan, lakin pensiya hüququ yaramayan şəxslərə sosial təminat sistemindən kənarda qalmamaqları üçün yaşa görə aylıq müavinət təyin edilir. Bu müavinətin məbləği də 2018-ci illə müqayisədə ötən dövrdə 3 dəfə artırılaraq 73 manatdan 220 manata çatdırılıb. Şəkərnaz Şahaliyeva, Rahib Səfərov, İqtisadi Zona.